Salam şagirdlər, bu gün sizlərlə 28 dekabr 2025-ci il tarixində Turan Tədris Mərkəzində keçirilən sınaq imtahanının izahına baxırıq. Hansı ki 11-ci siniflər üçün keçirilən blok 2 imtahanıdır. İndi ilk sualımızla başlayaq. İlk sualımız deməli BM ilə AM-in paralelliyini verib. Hani BM? Yox, BM yox. BS ilə AM-in paralelliyini verib. Budur, qeyd elədik bu paralelliyi. BDK 60 dərəcə olarsa, onda bura neçə dərəcə olacaq? 60-ın qonşusu olan bura deməli 120 dərəcə gələsidir. DAM bucağını tapın. DAM, yəni bu hissədəki bucağı istəyir bizdən. İnşallah diqqətlə baxsaq, buradakı bucağa 180-5x deyə bilərik. Belə demək yerinə uşaqlar, bu kritik nöqtədən, yəni D-dən BS ilə AM-ə paralel olacaq şəkildə üçüncü bir xətt keçirir. 3x-dan bu hissəmiz də neçə x-a bərabər olur? 3x-a. Çünki niyə? Bu bucaqla bu bucaq uyğun bucaqdır. Digər tərəfdən buradakı bucaq 5x-dırsa, burada nəyə bərabər oldu? 5x-a. Yəni 3x ilə 5x-in cəmi edən 8x neçə dərəcəni verməlidir bizə? 120 dərəcəni. 8x-imiz 120 dərəcədirsə, buradan x-imiz neçə dərəcə oldu? 15. 3x 45 dərəcə. Bizdən də DAM, yəni 45-in qonşusunu istəyir. Doğru cavab D bəndi 135 dərəcə. Keçid edirik 2 nömrəli suala. Deyir, M-in hansı qiymətində bu kvadrat tənliyinin həqiqi kökü yoxdur? Nə zaman kvadrat tənliyinin həqiqi kökü olmaz? Diskriminantı sıfırdan nə olduqda? Kiçik olduqda. D-miz nəyə bərabər idi? B kvadratı çıxılsın 4AC-yə. Sıfırdan kiçik götürməliyik. B-mizin yerində mənfi 3M durur. Mənfi 3M-in kvadratı çıx 4 vur. Baş əmsalımız 1-dir. A-mız yəni 1. C-miz də sərbəsət 9. Kiçikdir sıfırdan. Burada mənfi 3m-in kvadratı elədi 9m kvadratı. Kiçikdir. Nədən? Mənfi 36 edir. Sağ tərəfə keçirəndə müsbət 36-dan 4-ə böldüm. 4-ə böldükdə də düşdü m kvadratı kiçik 4-ü deyirəm. 9-a böldüm. Kiçikdir 4-dən. Hər tərəfi 9-a böldük. İndi m kvadratı 4-dən kiçik olmalıdır. 4-ü sol tərəfə keçirsək, m kvadratı çıx 4 kiçikdir 0-dan. 4-ə də 2-nin kvadratı kimi baxsaq. Bu da m çıx 2-yə, m topla 2 olaraq vuruqlarına ayrılır. Kiçikdir 0-dan. Ədəd oxu çəkdim. Sıfırları mənfi 2 ilə müsbət 2-dir. Amma heç birini almır. Çünki niyə? 2-lər bizim mənfi 2 ilə müsbət 2. Həllər çoxluğumuza daxil deyil. 2-dən böyük qiymət versən m-in yerinə. Misal üçün 3 desək. 3 topla 2 müsbət ədəd edir. 3 çıx 2-də müsbət ədəd edir. Müsbəti müsbətə vurduqda müsbət. Burası mənfi, burası müsbət. Bizə lazımdır 0-dan kiçik olduq aralıq. Hansı ki mənfi aralığı istəyir bizdən. Mənfi qiymətlər aldıq aralığı. Yəni mənfi 2-dən müsbət 2-yə qədər. Amma bunlardan heç birini nə eləmir? Almır. Almırsa mötərizəsi necə olacaq? Əyri. Doğru cavabımız oldu A bəndi. Keçid edirik digər suala. Bir ifadənin ən kiçik qiymətini istəyir. 5x topla 3y-in kvadratı. 10 vur 5x üstə gəl 3y topla 32. Şöyle bir ifadənin ən kiçik qiyməti. Mən bu 5x topla 3y-i bir t ilə əvəzləsəm. Nə ilə əvəzləsəm? T ilə. Nə olacaq indi burada? Biraz yer açaq buradan işləmək üçün. Deməli 5x topla 3y-ə t dedik. T kvadratı üstə gəl 10t üstə gəl 32-nin ən kiçik qiymətini istəyir. Şöyle mən burada bu ifadəni tam kvadrata ayıraraq da gedə bilərəm. T kvadratı topla 10t üstə gəl. Nə əlavə etməliyəm ki tam kvadrat alınar? Necə tapırıq bunu? İkinci həddə, birinci həddin kvadrat kökünə böldükdən sonra, yəni t kvadratın kvadrat kökü t-yə böldükdən sonra 2-yə də bölürük qayıdıb. T-yə bölsən 10, 2-yə bölsən 5. Deməli tam kvadrat olmaq üçün bura 5-in kvadratını əlavə etməliyəm. 25-i. Burada amma 32-dir. Nə edeyim ki, yenə eyni 32-ni alım? Üstünə 7 əlavə edəcəm. Bu da bizə t topla 5-in kvadratını verəsidir. Üstə gəl 7. Bir ifadənin kvadratında ala biləcəyi ən kiçik qiymət 0 olduğundan 0 üstə gəl 7-dən ən kiçik qiymətimiz 7. Və yaxud da bunu bilməyənlər üçün parabolanın təpə nöqtəsinin ordinatı düsturuna görə n bərabərdir. Mənfi diskriminant bölünsün 4A düsturundan istifadə edərək də tapa bilər bu sualın cavabını. İndi keçid edirik növbəti suala. Növbəti suala. Nə deyir növbəti sualda? Deməli sistem var əlimizdə. Biraz təmizləyirəm bu hissəni. A kvadratı üstə gəl 3B kvadratı
bərabərdir 240 böl A. Burada 103 böl B. Deməli, məxrəcdə dəyişən var. Bu dəyişən heç xoş görsənmir. Gəl belə eləyək də, bütün hədləri burada A-ya vuraq. Nəyə vuraq? A-ya. Sistemin üstdəki tənliyinin bütün hədlərini A-ya. Altdakının da bütün hədlərini B-yə vursaq. Nə alınır üstdə? A kubu üstə gəl 3AB-nin kvadratı bərabərdir. Bu A-lar nə elədi? Getdi buradan 240 elədi. Burada da aşağıda B kubu üstə gəl 3A kvadratı B. Buradan da B-lər getdi. Nə qaldı sağ tərəfdə? 103. İndi uşaqlar, bax burada artıq görə bilərik biz bunu. Burada cəmin kubunun elə bil ki açılışında istifadə olunan bir hədlərdir. Bunları cəmləsək, nə eləyər cəmləsək? A-nın kubu üstə gəl 3A kvadratı B, üstə gəl 3AB-nin kvadratı, üstə gəl B-nin kubu. Bərabərli sağ tərəflərin cəmi də elədi 343. İnşallah bu ifadə bilirik ki, nəyin kubudur? A topla B-nin mötərizəsinin kubudur. Bərabərdir 343. 343 də 7-nin kubu deməkdir. A topla B-nin kubu 7-nin kubuna bərabərsə, onda A topla B özü nəyə bərabərdir? 7-yə. Doğru cavab Y-bəndir. Keçid edirik digər suala. 5 nömrəli sual çevrə mövzusu ilə bağlıdır. AOB 75 dərəcədir deyir. AOB 75 dərəcədirsə, AMB qövsü də neçə dərəcə olur? 75 dərəcə. Mərkəzi bucaqla söykəndiyi qövsünün dərəcə ölçüləri bir-birinə bərabərdir. AMB qövsünün AMC qövsünə olan nisbəti 3-ün 2-yədir. Yəni 75-in nəyə nisbəti 3-ün 2-yə nisbətinə bərabər olar? Təbii ki 50-yə. Deməli, buradakı AMC qövsü də neçə dərəcə oldu? 50 dərəcə. Bizdən də ADC daxilə çəkilmiş bucağını istəyir. Söykəndiyi qövsünün dərəcə ölçüsünün yarısına bərabərdir. Yəni 50-nin yarısından doğru cavab 25 A bəndi. Keçid edirik 6 nömrəli suala. Düz xəttdən 8 sm məsafədə olan nöqtədən düz xəttdə uzunluğu 16 sm olan mail çəkilmişdir. Bu düz xəttimiz olsun. Düz xəttdən 8 sm məsafədə yerləşən bir A nöqtəsi götürdüm burada. Perpendikulyar. Buradan düz xəttdə 16 sm uzunluğunda mail çəkilir. Bura perpendikulyarın oturacağına H, mailin oturacağına da bir B deyək. AB'miz 16'dır, AH'ımız da 8'dir. Buradaki düz bucaqlı, üç bucaqda biz bunu görə bilmərik. Hipotenus 16 verir. Katet isə 8 oldu, yəni 16'nın yarısı. Perpendikulyarın mail üzərindəki proyeksiyasını istəyir. Yəni perpendikulyarın oturacağı ilə mailin oturacağını birləşdirən parçanın uzunluğu deməkdir proyeksiya. İndi bura neçə dərəcə oldu deməli? 30 dərəcə olmalıdır ki, 30 dərəcənin qarşısı hipotenusun yarısı olsun. Burada 60 dərəcə qalır ki, 60 dərəcənin qarşısı da kiçik katetin kökdə 3 mislindən. Burası oldu 8 kökdə 3. Proyeksiyasını tapın deyir. Proyeksiyası 8 kökdə 3. S bəndi. Keçdilədik 7 nömrəli suala. Diaqnallarının sayı 20 olan qabarıq çoxbucaqlının. Necə idi diaqnalların sayı düsturu? N vur N çıx 3 böl 2. Bərabərdir nəyə? 20-yə. Tənasübü həll edəcək. Çarpaz vursan N vur N minus 3 bərabərdir 40. Nəyi özündən 3 vahid kiçik ədədə vursam hasili 40 eləyər. Təbii ki, natural ədədlər, mənfiləri götürmək lazım deyil burada. N'imiz 8 olmalıdır ki, biz burada 8-dən 3'ü çıxanda 5 alaq. 8 vur 5'dən də cavab 40 gəlsin. Yaxud da bunu tapa bilmirsənsə, N kvadratı çıx 3N, 40'ı da sol tərəfə atdım. Çıx 40 bərabərdir 0. N dəyişənindən asılı kvadrat tənliyindən tapa bilərsən kökləri. Bir kök təbii ki, kənar kök olasıdır. Əsas kökümüz neçə olasıdır? 8. Deməli, çoxbucaqlının tərəflərinin sayını bildik. N 8-ə. Bir təpəsindən çıxan diaqnallar onu neçə üçbucağa ayırır. Bir təpədən çıxan diaqnallar da o çoxbucaqlıdan n-2 dənə üçbucaq ayırırdı. Yəni 8 çıx 2-dən doğru cavab 6 C bəndi. Keçid elədik digər sualımıza, yəni 8 nömrəli sual. Nə deyir 8 nömrəli sualda? Rombun hündürlüyü 4 kök altında 2 sm. Kör bucağı 135 dərəcədir. Heç kör bucağı bizi maraqlandırmasın. Kör bucağı 135 dərəcədirsə bu rombun, İti bucağı neçə dərəcədir o zaman? 45 dərəcə. Hündürlüyü də 4 kökdə 2'dir. Bax, buradan buraya çəkdiyim perpendikulyar 4 kökdə 2. Burada 90'dır. Burada həmçinin 45 olur. Onda burada 4 kökdə 2. Hipotenus da düz bucaqlı 3 bucaqda bərabər yanlı düz bucaqlı 3 bucaqda hansı ki? Kiçik katetin kök 2 misli. Kiçik böyük katet yoxdur burada. 4 kök 2'nin kök 2 mislindən tərəf 8. Onda burada 8. Burada 8. Buranın tamamı da 8. Perimetrdə 4 dənə 8'dən
Doğru cavab Y bəndi 32. Keçdilədik növbəti suala. Kəsrin ixtisar olunması üçün emin ala biləcəyi qiymətlərin cəmini tapın. Deməli uşaqlar, məxrəci vuruqlarını ayırsaq. Köklərini tapaq, köklərinə görə vuruqlarını ayıraq. Kökləri cəmi 1, hasili mənfi 12. Cəmi 1 eləməlidir. Hasili 4 ilə mənfi 3. Vuruqları necə olur? X çıx 4-ə, x topla 3 deyək. Çünki nəyə görə? 4 qoyduqda 0-a çevrilsin bu vuruq. Bu vuruqda mənfi 3 qoyduqda 0-a çevrilsin. Sürəti necə ayırıram vuruqlarına? X-in kvadratı çıx kökdə m-in kvadratı kimi baxsam, x çıx kök m-ə, x topla kök m şəklində vuruqlarını ayırılasıdır bu ifadə. İndi uşaqlar, ya bunun ixtisar getməsi üçün ya x çıx 4 ilə x çıx kökdə m-in olmalıdır. Ya da x topla 3 ilə x topla kökdə m-in olmalıdır. X çıx 4, x çıx kök m-ə bərabərsə, x-lar getdi, mənfilər də getdi. Kökdə m bərabərdir, neçə tapdıq? 4. Ya da x-lar getsə, kök m bərabərdir 3. Kök m 4-ə bərabərsə, m buradan 16 gəldi. Kök m 3-ə bərabərsə, m buradan neçə gəldi? 9 gəldi. Tapdıq. M1-i də tapdıq, M2-ni də tapdıq. M-in alabiləcəyi qiymətlərin cəmini topla deyir. Topladıq, cavabımız 25. Keçidirik digər suala. Bərabər yanlı düzbucaqlı üçbucağın, yəni yan tərəflər bərabərdir, hansı ki 45, 45, 90. Daxilinə deyir, iki təpəsi hipotenus, digər iki təpəsi də katetlər üzərində olan kvadrat çəkilmişdir. Şəkli biraz böyük çəkəcəm uşaqlar. Siz anlaya biləsiniz bu sualın həllini. Aha. Deməli, şəkil tezdən çəkirəm burada. Daha yaxşı görək. Bu bərabər yanlı düzbucaqlı üçbucağımızdır. Yəni iti bucaqları bilirik ki, neçə dərəcədir? 45-ə. 45-dir bu hissədə. Deyir ki, iki təpəsi katetlər üzərində, hipotenus üzərində, iki təpəsi də katetlər üzərində olan bir kvadrat çəkilir. Bu figurda olsun bizim kvadratımız, oxşamasa belə. Kvadratdırsa, buradakı bucaq neçə dərəcə olur? Daxil 90-sa onun qarşıda 90. Burada 90-a 90. Yəni, bura 45-dirsə, burada nə oldu? 45. Həmçinin burada 45 edir. Yəni, mən bu kvadratın tərəfinə A desəm, bu da A, bu da A, burada A olur. Burada da yaranan bu xırda üçbucaqlar bərabər yanlı düzbucaqlı üçbucaqlardır. Burada A, burada A. Yəni, hipotenus 3A gəldi. Nə deyir? Düzbucaqlı üçbucağın çəkilmiş. Düzbucaqlı üçbucağın kateti 9 olarsa, deməli, bu katet 9-dursa, burada 9 olur. Onda bu hipotenusumuz neçə edir? 9 kökdə 2. 3A 9 kökdə 2-yə bərabərdirsə, A'mız buradan 3 kök 2-yə bərabər oldu. Kvadratın xaricinə çəkilmiş çevrənin radiusunu tapın deyir. Bax, bu kvadratın mən əgər xaricinə çevrə çəksəm, bunun xaricinə çəkilən çevrənin radiusu da bu kvadratın diagonalının yarısına bərabər olur. Diagonal da A kökdə 2 idi. A kökdə 2-ni tapırıq indi. A kök 2 bərabərdir. 3 kök 2-ni kök 2-yə vurduq, elədi 6. Böyük yerdə bu A kök 2-nin yarısı. A kökdə 2 böl 2. Yəni 6 bölü 2-dən cavabımız 3 olaraq tapıldı. Doğru cavab B bəndi. İndi keçid edirik digər suala. 11 nömrəli sual. Deyir ki, A-nın hansı qiymətində mənfi A kvadratı topla 7A topla 8 üzərində mənfi 6-da 1 ifadəsinin mənası var deyir. Mənfi ədədin bilirik ki, kəsr üslü qüvvətinə baxılmır. Sıfırın da müsbət üslü qüvvətlərinin mənası var. Yəni bu ədəd nə mənfi ədəd ola bilməz, nə də sıfır ola bilməz. Onda böyükdür nədən götürməliyik? Sıfırdan. A-nın kvadratı, mənfi A-nın kvadratı topla 7A topla 8 böyükdür sıfırdan. Mənfi 1-ə vursam, A kvadratı çıx 7A çıx 8 kiçikdir 0 gələr. O zaman mənfiyə vurduğumuz üçün. Bu da necə vuruqlarına ayrılır? A çıx 8-ə, A topla 1 deyə. Kiçikdir 0-dan. Ədəd oxu çəkirik. Kökləri qeyd edirik. Mənfi 1 ilə 8 heç birində nə eləmir? Almır. 8-dən böyük qiymət versə, müsbət olur işarə. Verib 9 qoyub yoxlaya bilərsiniz. Burada mənfi olacaq bu aralıqda. Bu aralıqda da müsbət olacaq. Heç bir təkrarlanma olmayasıdır. Çünki cüt qüvvət ya da modul görmürük biz. Deməli, bizə lazımdır buranın 0-dan nə olması? Kiçik, mənfi aralıq. Mənfi 1-dən 8-ə qədər. Doğru cavabımız oldu D bəndi. Keçid edirik indi növbəti suala. Çox hədisində standart şəkildə göstərir. Uşaqlar, burada diqqətli olmaq lazımdır. B kvadratı üstəgəl 3B üstəgəl 9 var. Burada B kvadratı çıx 3B topla 9 var.
Bu b kvadratı çıx 9'u da b çıx 3'ə b topla 3 olaraq yazsaq. Mən bu b çıx 3'ü uşaqlar bu mötərizəyə vuracağım. Buna vurduqda görəsinik ki, buradan kubların fərqi alınır. Yəni belə olacaqdır. B çıx 3 vurulsun. B kvadratı üstəgəl 3B üstəgəl 9 vurulsun. Davam edirik. B topla 3 vurulsun. B kvadratı çıx 3B topla 9. Bu şəkildə 2-2 qruplaşdırır. İndi bu hissəsi bizə B kubu çıx 3'ün kubu olan 27'ni verir. Bu hissədə bizə B kubu topla 3'ün kubu olan 27'ni verir. Burada da A çıx B, A topla B kimi düşünsən. Burada olur A'nın kvadratı, yəni B kubunun kvadratı, çıx 27'nin kvadratı. Deməli, B kubunun kvadratı B üstü 6, çıx 27'nin kvadratı elədi 729. Doğru cavabımız A bəndi. Keçid elədik 13 nömrəli suala. Ömər və Uğurun bugünkü yaşlarının cəmi. Ömərin yaşı, Uğurun yaşı. Ömərin yaşına A deyək, Uğurun yaşına B deyək. Bugünkü yaşlarının cəmi 60'dır. Deməli, A topla B bugün nəyə bərabərdir? 60'a. Ömər 4 il əvvəl, Uğur 2 il sonra doğulsaydı. Şöyle, Ömər 4 il əvvəl doğulsaydı, onun yaşı A-4 yox. 4 vahid daha yüksək olasıydı. Çünki doğum tarixi elə bir ki, 4 il öncəyə çəkilib. 4 il öncəyə çəkildiyinə görə yaşı oldu bu zaman A topla 4. Uğur da 2 il sonra doğulsaydı, o zaman yaşı indiki yaşından 2 vahid az olasıydı. 2 il sonra doğulduğu üçün. B çıx 2. Yəqin nə demək istədiyimi başa düşdünüz. Onların bugünkü yaşlarının cəmi neçə olar? Bunları toplamalıyıq. İndi A topla 4 ilə B çıx 2'ni toplasaq. A topla B, 4'ün də üzərinə mənfi 2 gələndə müsbət 2. Burasının olsa 60 olduğunu bilirik. 60'ın da üzərinə 2 gəldik. Doğru cavabımız 62 oldu. C bəndi. Keçid elədik digər suala. Bərabər yanlı trapesiyanın diaqonalı iki bucağın tənböləndir və yan tərəfə perpendikulyardır. Nə gözəl. Burada bir bərabər yanlı trapesiya çəkdim. Diaqonal iki bucağı tən bölür. Yəni bu bucaqla bu bucaq buradan. Şunlar yadda saxla. Paraleloqram və yaxud da trapesiyada bir diaqonal gördüksə ki, tən bölür və yaxud da ki, bir tən bölən çəkilibsə, orada gizlənmiş bir bərabər yanlı üç bucaq olur. Onu biz özümüz üzə çıxartmalıyıq. Yəni bura x desək, burada nə olacaq? X. Aha. Buradakı bucağa nə deyək? Alfa. Burada nə olur? Alfa. Burada bir z xassəsi var. Yəni daxili çarpaz bucaqlar bərabərdir. Burada alfa olacaq. Alfaya alfa görürük. Hansı üç bucaqda alfaya alfa olur? Təbii ki, bərabər yanlı üç bucaqda. Yəni bura x-dırsa, burada həmçinin oldu x. Yan tərəfə deyir perpendikulyar idi bu diaqonal. Burası 90 dərəcə. Bura 2 alfadırsa, bərabər yanlı olduğundan burada 2 alfa. Burada bir düz bucaqlı üç bucaq var. Bu düz bucaqlı üç bucağın iti bucaqlarının cəmi neçə dərəcə eləməlidir? 90 dərəcə. 2 alfa ilə alfanı topladıq, elədi 3 alfa. 3 alfa 90 dərəcədirsə, alfamız neçə dərəcə oldu? 30. Deməli, bura 30 dərəcə. Bura neçə dərəcə oldu o zaman? 60 dərəcə. İndi deyir ki, trapesiyanın diaqonalı 18'dir. 60'ın qarşısı 18'dirsə, onda 30'un qarşısı bundan kök 3 dəfə balaca olan 6 kökdə 3'ə bərabər olur. Onda burada 6 kök 3 eləyir. Həmçinin bu hissə də 6 kökdə 3 eləyir. Böyük tərəfi də 90'ın qarşısıdır. Yəni 30'un gördüyünün, yəni 6 kök 3'ün 2 qatı. 12 kökdə 3. Deyir ki, perimetrini tapın deyir bunun. 3 dənə 6 kökdə 3. Elədi 18 kökdə 3. Üstünə də 12 kök 3 əlavə elədik. 30 kök 3. Doğru cavabımız oldu C bəndi. Keçidlədik modul bərabərsliyə. Modul bərabərsliyi nədir? Əgər kiçikdir, kiçik bərabərdir varsa 2 qat bərabərslik kimi həll edə bilərik. Yəni modul x kiçikdir A tənliyində. A bir müsbət ədəddirsə, x kiçikdir A, böyükdür mənfi A götürərək həll olunur. Yazırıq idi. 2x çıx 5. Kiçik bərabərdir nədən? 13'dən. Böyük bərabərdir hansı 13'dən? Mənfi. Hər tərəfə bu 5 əlavə etsək, buradakı mənfi 5'in getməsi üçün 2x böyük bərabər mənfi 8, kiçik bərabər 18. Bütün hədləri 2'yə bölsək, heç bir bərabərlikdə istiqamət dəyişməsi baş verməyəsidir. Mənfi 8'in yarısı mənfi 4, 18'in yarısı 9. Mənfi 4, 9 və mənfi 4, 9 nöqtələri də daxil olmaqla. Mənfi 4, 9 parçası oldu həllimiz. Deməli, kök 6 ifadə. Kökün altında x minus 7'nin kvadratından. X minus 7'nin nəyi çıxıb? Modul çıxmalıdır. Bərabərdir 7 minus x. Moduldan ədədin əksi çıxıb. Nə zaman əksi çıxırdı? Modul daxilindəki ifadə sıfırdan nə olduqda? Kiçik olduqda. Bir də uşaqlar sıfıra bərabər olarsa, yəni x çıx 7 sıfırdırsa, 7 çıx x-da nəyə bərabər olur? Sıfıra. Sıfır sıfıra bərabərdir. Onda sıfıra bərabər də olsa bir sıxıntı yoxdur. Deməli, 7 çıx x kiçik bərabərdir 0, x kiçik bərabərdir 7. Yəni, doğru cavabımız oldu hansı bənd? B bəndi.
Keçidlədik digər suala. A sıfırdan kiçikdir, mənfi ədəddir. B sıfırdan böyükdür, müsbət ədəddir. Kökün altında A çıx B-nin kvadratından. A çıx B-nin nəyi çıxasıdır? Modulu. Üstə gəl. 25-dən 5 çıxır. A kvadratından da A-nın nəyi çıxır? Modulu. Gəldik indi bura. A-dan B-ni çıxırıq. Kiçik ədəddən böyük ədədi çıxanda işarə mənfi olur modulun. A mənfidirsə bu modulun işarəsi də mənfi. Əksini çıxardasıyam. Mənfi A topla B. Buradan da plus 5 vur mənfi A-dan mənfi 5A. Cavabımız B çıxılsın 6A elədir. Mənfi A-dan 5A çıxanda 6A. Doğru cavabımız oldu B bəndi. Keçid edirik digər suala. Dik çox hədisinin vuruqları ayrı. Köklər cəmi mənfi 2, hasili mənfi 8. Mənfi 4 ilə hansı 2-dir? Müsbət 2. Mənfi 4 qoyduqda sıfıra getməsi üçün vuruqlarından birisi olmalıdır. A topla 4. Bax, mənfi 4 qoy yoxla. Sıfıra gedir, getmir. 2 qoyduqda da sıfıra getməsi üçün digər vuruq A çıx 2. A topla 4-ə A minus 2. Doğru cavabımız oldu B variantı. Keçid edirik digər suala. 19 nömrəli sual. Kökün altında 2x topla 3-ün mötərizəsinin kvadratı. Kvadratla bu kök gedir. Nə alınır buradan? 2x topla 3. Çünki bu kvadrat bu kökdən xaricdədir. Mötərizənin xaricindədir. Kökün xaricində deyək. Burada isə bu 2 kökün altındadır. Kökün altındadırsa 2x minus 7-nin kvadratından 2x minus 7-nin özü çıxmaq yerinə nəyi çıxasıdır? Modulu. İndi buradan x 3,2-dən kiçikdirsə, 2-ni 3,2-dən kiçik ədədə vurub 7 çıxsan, bunun işarəsi də mənfi edir. Olur 2x topla 3. Üstə gəl, buradan da əksi çıxır. 2x minus 7-nin əksi 7 minus 2x. 2x-lar getdi. 3 topla 7-dən doğru cavabımız oldu A variantı 10. X çıx y 2 olarsa, x kubu çıx y kubu 7 olarsa, x y hasilini tapın. Şunlar x kubu çıx y kubunu köməkçi düstura əsasən açsaq. X çıx y kubu. Üstə gəl 3xy vur x çıx y olaraq yazmaq olar. Və bu ifadə nəyə bərabərdir? 7-yə. X çıx y-imizdə 2 deyilmi? 2-nin kubu. Üstə gəl 3xy vur 2 bərabərdir 7-yə. Buradan 3xy-i 2-yə vuranda elədi 6xy. 2-nin kubu da 8 elədi. Sağ tərəfə keçirik mənfi 1. Xy-i tapdıq. Xy-i tapmaq üçün də mənfi 1-i 6-ya nə edirik? Bölürük. Mənfi 6-da 1. Doğru cavab D bəndi. Sonra keçid elədik növbəti suala. Tənliklər sisteminin həllinin araşdırılmasına aiddir. Sonsuz sayda həlli var deyil. Uyğun x-ların əmsallarının nisbəti A böl 4 bərabər olmalıdır. Y-lərin əmsallarının nisbəti 1 böl mənfi 2 o da bərabər olmalıdır. Sərbəst ədədlərin nisbəti 1 böl A. Yəni hər üç nisbət bərabər olduqda sonsuz sayda həll olurdu. Düz xətlərin qarşılıqlı vəziyyətdə düz xətlər üst-üstə düşürdü. Buradan deməli, çarpaz vuranda mənfi 2A bərabərdir 4-dən. A bərabərdir hansı 2-yə? Mənfi 2-yə. Burada A-nın yerinə mənfi 2 qoyanda mənfi 2-də 1. Bu nisbətlərə bərabər oldu. Deməli, A-nın hansı qiymətində? Mənfi 2 qiymətində. 22 nömrəli sual. Hipotenusa çəkilən medianın uzunluğu 12-dir. Düzbucaqlı üçbucaqdan söhbət gedir. Hipotenusa çəkilən medianın uzunluğu 12-dirsə, burada möhtəşəm üçlü yaranır. Burada 12 edir, burada 12 edir. 3 parça bir-birinə bərabərdir. Perimetri 60 olan düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu. Bura A deyək, bura B deyək. Perimetrdə A topla B topla S-miz də 24 bərabərdir 60-dan. A topla B bərabər 36 tapırıq. Bu üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu da kiçik yer bərabərdir. Katetlərin cəmi çıxılsın, hipotenus bölünsün 2-yə. Katetlərin cəmini necə tapdıq? 36 çıx. Hipotenusumuz 24 böl 2. 36-dan 24 çıxdıq. 12 yarısı 6. Deməli 22-də doğru cavabımız oldu 6. 23-də mərkəzi O olan çevrədə OK MN-ə perpendikulyardır. OT də PQ-yə perpendikulyardır. MN x üstə gəl 8-dir. PQ da 2x-dir. KO ilə OT 6-dır. Uşaqlar, biz demişik ki, mərkəzdən bərabər uzaqlıqda yerləşən vətərlər də elə bir-birlərinə bərabər olmalıdır. Yəni, x üstə gəl 8 ilə 2x bir-birinə bərabər olmalıdır. X-i atdım sağ tərəfə. X qaldı, bərabərdir nəyə? 8-ə. Nəyi tapdıyır? Çevrənin radiusunu. X 8 ilə 2x neçə edir? 16. 16-dırsa necə bölünür? Mərkəzdən vətərə endirilən perpendikulyar yarı-yarıya. 8, 8. Radius tapın deyir. Burada eğer desəm, Pifagor tətbiq etsək bu düzbucaqlı üçbucağı, hansı ki QTO üçbucağından, OQT 6-dır bura, bura 8-dir. Hipotenusda özünüz tapa bilərsiniz. Radiusumuz nəyə bərabər oldu?
10'a. Düzbucaqlı üçbucağın hipotenusu elə bizim radiusumuz olmuş oldu. Keçdilədik növbəti suala. Növbəti sual 24 nömrəli sualdır. Kvadratların fərqi verilib. X çıx y-ə, x topla y olaraq ayrılır. Bərabər 23. X ilə y-də naturaldır deyirsə, bir halda hasil 23 eləyər. 23 sadə də olduğu üçün. Fərqi 1, cəmi 23 eləyərsə. X topla y bərabərdir 23-ə, x çıx y bərabərdir 1-ə. Bu sistemi tərəf-tərəfə toplayıb həll etsə, 2x bərabərdir 24-dən. X-imiz 12 olur. Y-də bu zaman 11 elədi. 12 üstə gəl 11 23 eləyər. 5x topla 7y tapın. 5 vur 12 topla 7 vur 11. 5 vur 12 60. 7 vur 11 də 77. Topladıq 137 elədi doğru cavabımız. 137. Keçdilədik 25 nömrəli suala. Rombun daxilinə çəkilmiş çevrənin radiusu 4 köküçdürsə, uşaqlar bu rombun hündürlüyünün yarısına bərabər olur. Rombun hündürlüyü onda 8 kökdə 3 olur. İki bucaqlarından biri 60 dərəcədir. Bura 60 dərəcədir. Onda bura neçə dərəcə düşür uşaqlar? 30 dərəcə, düzdürmü? İndi biz bir şey bilməliyik də burada. Nəyi bilməliyik deməli? İndi 60'ın qarşısı 8 kök 3'dürsə 30'un qarşısı bundan kök 3 dəfə balaca 8. 90'ın qarşısı da bunun 2 qatı olan 16'ya bərabər oldu. Rombun hansı diagonalını istəyir bizdən? Kiçik diagonalı. Uşaqlar yadda saxlamaq lazım. İti bucaq 60 dərəcədirsə, bura 60'dır. Və bu qollar da bərabərdirsə, buradakı bucaq da 60 dərəcə düşür. Burada 60 dərəcə düşür. İntihası 3 bucaq bərabər tərəfli 3 bucaq olur. Bura 16'dırsa, kiçik diagonal D kiçik də bərabər oldu nəyə? 16'ya. Sonra keçdik növbəti suala. X-in kvadratı çıx mx topla 2 bərabərdir 0. Tənliyinin köklərindən biri kökdə 3 çıx 1 olarsa, modulda m vurulsun x1 topla x2. Şöyle x1 topla x2 də nəyə bərabərdir elə? İkinci ədəmsalın əksinə də çevrilmiş kvadrat tənlik olur. M-ə. Modulda m-in kvadratını istəyir. M vur m çünki m kvadratı eləyir. M-i m-ə vurdu. M kvadratının modulundan da elə m kvadratının nəyi çıxır? Özü. Müsbət ədədir çünki m kvadrat. İndi köklərindən birisi də kök 3 çıx 1-dirsə, gətirib burada x-in yerinə kökdə 3 çıx 1 yazıb, biz buradan x-i tapmalıyıq. Aha, yazsaq, kökdə 3 çıx 1-in kvadratı çıx m vurulsun kök 3 çıx 1 topla 2. Yanında nə var? Yanında heç nə yoxdur da. X-in yerinə yazdım kök 3 çıx 1. Topla 2 bərabərdir 0-a. Kök 3 çıx 1-in kvadratı. Kök 3-ün kvadratı 3. Minus hasilin 2 misli 2 kök 3 topla 1. Bu belə qalsın. Və ya da sağ tərəf atacağım bunu. Topla 2 bərabər m vur kök 3 minus 1'ə. İndi buradan bunları toplayanda edir 6 minus 2 kökdə 3 bərabər m vur kök 3 çıx 1. M-i tapmaq üçün də 6 minus 2 kökdə 3'ü 6 minus 2 kökdə 3'ü kök 3 çıx 1'ə nə edirik? Bölürük. Şöyle buradan məxrəcin qoşmasına vursaq və ya da sürətdən 2 kök 3'ü mötərizə xaricinə çıxaranda görərsiniz ki, kökdə 3 çıxılsın 1 edir. Hansı ki 2 kök 3'ü kök 3'ə vuranda 6 edir. 2 kök 3'ü mənfi 1'ə vuranda mənfi 2 kök 3 edir. Məxrəcdə də kökdə 3 çıx 1 var. Bunlar getdi. M-imiz də nəyə bərabər oldu? 2 kökdə 3. Amma diqqətli olaq. M-i istəmir abi bizdən. M-in kvadratını istəyir. 2 kökdə 3'ün kvadratından cavabımız 4 vur 3. Elədi 12. 26 nömrəli sualda doğru cavab 12 olmuş oldu. Uşaqlar, baxırıq 27 nömrəli sualın həllinə. C ədədi A və B ədədlərinin ortaq olmayan sadə vurğularının hasildir. Uyğunluğu müəyyən edin. Yəni, deməli, A verilib. 2 vur, 5 vur, 7. B-də 5 vur, 7 vur, 13. Deməli, uşaqlar, bunların əbubu nə idi? Ortaq olanların hasili. Ortaq olanlar hansılardır? 5-dir ortaq olan. Düzdürmü? Bir də neçədir ortaq olan? 7-dir. Deməli, onda bu iki ədədin əbubu bərabər olur nəyə? Əbubu. Bərabər 5 vur 7. 5 vur 7'dən 35. Əkobu da ortaq olanlarla olmayanların hasili. Yəni 5 vur 7 ilə 2 vur 13'ün hasili. Aha. Deməli neçə edirsə yoxdur. Onsuz burada belə bir cavab. C'si də 2 vurulsun 13. Ortaq olmayanların hasilindən C'si bərabər oldu. 2 vur 13'dən 2 vur 13'dən neçə elədi? 26. Ha, deməli 1'ə əbobu 35. Var mı əbobu 35 olan? Yoxdur belə bir ədəd. Bir də
C-si elədi 26. Deməli 1-ə Y bəndi uyğun gəldi. Yalnız və yalnız Y bəndi. 2-yə görürük ki, A ədədi B-nin nəyidir? Böləni. Hardan bilirəm? Çünki A-nın hər bir vurğu B-nin də tərkibində var. Bu zaman əbob bunlardan kiçik olana bərabərdir A-ya. Yəni 2-yə uyğun gəldi C bəndi. Əkob isə böyük olana bərabərdir B-yə. Yoxdur belə bir cavabda. C-si bir dənə burada ortaq olmayan sadə vuruq nə var? 3. C-si 3-ə bərabər. C-si 3 olan cavabımızda yoxdur. Sonuncu sualda görürük ki, 3-cü variantda heç bir ortaq sadə vuruq yoxdur. Ortaq sadə vuruq yoxdursa, ədədlər qarşılıqlı sadə olur. Əbobu 1 eləyir, hansı ki A variantı. Əkobu da onların hasili eləyir, D variantı. C-si də elə onların hasili eləyir. Buna da uyğun bir cavab yoxdur. Deməli, B bəndi C-si 50 olan cavab. Heç bir varianta uyğun gəlmədi. 1-ə Y, 2-yə C, 3-ə də A və D bəndləri uyğun gəlmiş oldu. Deməli, şagirdlər, baxırıq 28 nömrəli sualın həllinə. Nə deyir? 2 düz xətt 45 dərəcəli bucaq altında kəsişir. Çəkək, A düz xəttdir. Bir də olsun, buradan belə keçən B düz xəttdir. Neçə dərəcəli bucaq altında kəsişir bunlar? 45 dərəcəli. Çünki bu düz xəttlərdən birinin üzərində olan A nöqtəsindən götürdüm. Burada bir A nöqtəsi götürdüm. A nöqtəsindən digər düz xəttə qədər məsafə. Məsafə dedikdə A nöqtəsindən B düz xəttinə perpendikulyar endirməliyəm. Bu məsafə 10-a bərabərdir. Onda bura 90 dərəcə, bura 45. Buradakı bucağa da neçə dərəcə qaldı? 45 dərəcə. Onda burada necə üç bucaq yarandı? Bərabər yanlı düz bucaqlı üç bucaq. Yəni bura 10-dursa, bu hissədə nəyə bərabər oldu? 10-a. Bizdən nə istəyir burada? A nöqtəsindən düz xətlərin kəsişmə nöqtəsində. Burada bir K nöqtəsi desəm, AK məsafəsini istəyir. AK bərabərdir. AK-nın kvadratı bərabərdir. Onun kvadratı üstə gəl, onun kvadratı. Yəni 200, heç ehtiyac yoxdur. Yəni nəyə bərabər olur? 10 kökdə 2-yə. Kök 2 misli demişik də, hipotenus bərabər yanlı düz bucaqlı üç bucaqda katetlərin kökdə 2 mislinə bərabər olmuş olur. İndi gəldik burada. Çox ədlisinin vuruqlarını ayır. Deməli, 2-2 qruplaşdırmağı düşünə bilərsiniz. Nə ilə nəyi qruplaşdırım? Bu ikisini qruplaşdırsam alınarmı? 3A çıx, 2B'yə 3A topla 2BD'yə ayıra bilərik. Amma buradan da C'ni çıxardanda mənfi C'ni çıxarsam 4B topla C edir. Ortaq vuruq görmürük. Bu tipli suallarda şagirdlər nə etmək lazımdır? Bax, buradakı həddə 2 dəyişəni olan həddə fikir verin. Bu sizə deyir kimlə kimi qruplaşdırın deyə. Burada nə görürsünüz? Ortaq B, bir də nə var? C. Deməli, B'ləri və C'ləri bir yığacam, bir qruplaşdıracam. Yəni, bu üçünü bir qruplaşdıracam. Mənfini mötərizə xaricinə çıxarıram. 9A kvadratının yerinə əvvəla 3A-nın mötərizə kvadratı yazaq. Mənfini mötərizə xaricinə çıxardanda, bax, 4B-nin kvadratı, üstə gəl 4BC, üstə gəl C-nin kvadratı olmuş oldu. İndi bu ifadə də bir tam kvadratdır. Diskriminantla da yoxlamaq olar, 0-a bərabər olur diskriminantı, tam kvadratları. Deməli, burada 3A kvadratı çıxılsın. Bu bizə nəyi verir? 2B üstə gəl C-nin mötərizə kvadratını. İndi 2 kvadratın fərqi kimi açsaq, kvadratların fərqi kimi. 3A-dan 2B topla 2C-ni bir dəfə çıxacam, bir dəfə toplayacam. Olacaq 3A topla 2B topla C. Bir dəfə də 3A çıx 2B topla C yox, çıx C. Çünki qarşıdakı mənfiyə görə mötərizə açılanda bu 2B-nin də işarəsi mənfi olur. Bu C-nin də işarəsi mənfi olur. Bu da bu qədər. Vuruqlarını ayırdıq bu ifadəni. Gəldik indi 30 nömrəli isbat məsələsinə. İsbat məsələsində nə deyir? İsbat edin ki, deyir, 2 bərabər yanlı üç bucağın oturacaqları və oturacağa endirilmiş hündürlükləri konqruentdirsə, bu üç bucaqlar konqruentdir. 2 dənə üç bucaq çəkək. Bərabər yanlı deyir özdə. Oturacaqları. Yəni, bu oturacağa mən 2B desəm, onda bu oturacaqda nəyə bərabər deməli? 2B-yə. Oturacaqları bərabəri, bir də oturacağa endirilmiş hündürlüklər. Bura H desək, bura endirilən hündürlük onda nə olmuş oldu? H. İndi bilirik ki, hündürlük bura nə olur? Perpendikulyar. 90 dərəcə. Buradakı bucağımız da 90 dərəcə. Və oturacağa çəkilmiş hündürlük oturacağı nə edir? Yarıya bölür. B-yə, B-dəyə. Həmçinin burada da oturacağa endirilən hündürlük nə eləyəsidir? Yarıya böləsidir. B-yə, B-dəyə böldüm. İndi diqqətlə baxsaq görərik ki,
Tərəf bucaq tərəf əlamətindən. Bu üç bucaqla bu üç bucaq nədir? Bir-birinə konqurentdir. Necə? Birinci üç bucağın, bura birinci üç bucaq deyim. Birinci üç bucağın tərəfləri H və B. Aralarındakı bucaq da, bu ikisinin arasındakı bucaq da neçə dərəcədir? 90. İkinci üç bucağın, buradakı sağdakı üç bucağın tərəfləri H və B, aralarındakı bucaq da neçə dərəcədir uyğun olaraq? 90 dərəcədir. Onda bu iki üç bucaq konqurentdir. Onda uyğun olaraq burada H-ı görən bucağa mən alfa desəm, burada H-ı görən bucaqda ne olmuş olasıdır? Alfa. Burada B-ni görən bucağa beta desəm, burada da B-ni görən bucaq beta olasıdır. Yəni təpə bucağı da 2 beta olduğunu gördük buradan. İndi gəldik bura. Burada da eyni şəkildədir. Burada deməli tərəflərindən birisi B, digər tərəf H, aradakı bucaq da neçə dərəcədir? 90 dərəcə. Yenə bucaq tərəf konqurentliyindən bu üç bucaqla bu üç bucaq bir-birinə nə olur? Konqurent. Burada H-ı görən bucağa mən burada ne demiştim? Alfa. Burada da deməli eyni üç bucaqdır. Bu üç bucaq da bunlara həmçinin konqurent oldu. Alfa, onda burada alfa oldu. Onda buradakı bucaqda neçə beta oldu? Yenə 2 beta. İndi necə isbat edə bilər ki, bu üç bucaqlar bir-birinə konqurentdir? Onu deyək. Əgər burada çəkirəndə bir üç bucaqda tərəf 2B, bu tərəfə bitişik olan bucaqlar alfaya nədir? Alfa. Digər üç bucaqda da tərəf 2B və bu tərəfə bitişik olan bucaqlar nədir? Alfaya alfadırsa, onda bucaq tərəf bucaq əlamətinə əsasən bir üç bucağın bir tərəfi və ona bitişik olan iki bucağı uyğun olaraq digər üç bucağın bir tərəfi və ona bitişik olan iki bucağına konqurentdirsə, bu iki üç bucaq konqurentdir. Bu da bizim isbatımız. Yaxşı, sağ olun. Gələn izahlarda görüşənədək.